Salam əzizləyicilər, dəyərli dostlarımız. Mən bu günlərim sizə deyərəm Azərbaycanın ən körpə, ən az yaşlı şəhid balasından danışmaq istəyirəm. Yəni Beyləqan rayonunun bir neçə elə az yaşlı körpə balaları var ki, mənfur düşmənimiz ermənilər tərəfindən atılan mərmilər və atəş nəticəsində dünyasını dəyişib. Bax, məhz bu günlərin biz yenə də danışacağımız bu körpə balalar, yəni Abbasov Coşqun Süleyman oğludur. Yəni 1 yaşında şəhid olur. Yəni Şuşa Alasın yolunda ermənilər bu ailəni ateşə tutmuş və bu ailənin hamısı dünyasını dəyişmişdir, şəhid olmuşdur. Növbəti şəhidlərimizi sizə təqdim edirəm əzizləyicilər. Bax, bu da Hüseynov Cabir Vidadoğludur. 10 yaşında şəhid olub. Körpə bala ermənilərin Beyləqan rayonuna atdığı qırat mərmiləri nəticəsində dünyasını dəyişmişdir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin və onunla bərabər Bayramov Muraz Rafiq oğlu da məhz düşmənin atdığı atəş nəticəsində dünyasını dəyişmişdir. Yəni şəhid olmuşdur. Mən bunu çəkib paylaşmaqda məqsədim ondan ibarətdir ki, gəlin biz körpə, nur üzlü balalarımızı, şəhidlərimizi unutmayaq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin.